Baxıram birinci suala deyir ki, y bərabərdir kosinus kvadratı 2x-in əsas dövrünü tapın. Biz bilirik ki, kosinusda dərəcə cütdürsə əsas dövrü t bərabərdir p böl a ilə hesablanır. Bu da bərabərdir pi böl, daha doğrusu a-mız da 2-dir. Pi böl 2 a variantı. İkinci sual deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Y bərabərdir 4 çıxılsın 2 sinus x. Bunu da qiymətlər çoxluğunu tapanda 4 çıx 2 vur. Sinus x-in qiymətlər çoxluğu mənfi 1 aralığıdır. Buradan da yazdıq 4 çıxılsın mənfi 2 aralığı. 4-dən mənfi 2 çıxanda 6 verir. 4-dən 2 çıxanda 2 verir. Deməli olacaq 2 6 aralığı. Bu da A variantı olacaq. Üçüncü suala baxıram. Funksiyanın əsas dövrünü tapın deyir. Burada dövrü tapanda yenə bu hissəyə baxmırıq. Kosinus hissəyə baxırıq. Dərəcə cüt olduğuna görə t bərabərdir pi böl modula ilə hesablanır. Pi bölünsün. Deməli burada olacaq pi böl 5. Yəni A variantı. Dördüncü suala baxıram. Deməli yenə deyir ki, y bərabərdir kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x-i hesablayın. Əsas dövrünü tapın. Burada əsas dövrü tapmaq üçün yenə ya sinusa gətirmək, ya kosinusda bunu yaza bilərəm ki, 5 çıxılsın sinus kvadratı 3x, çıxılsın sinus kvadratı 3x. Yəni birinə gətirməliyik hər hansı birinə. O deyir ki, sinus kvadratı 3x. Burada yenə baxsaq nə görərik? Deməli, bu hissəyə baxmırıq, sinusla hissəyə baxırıq. P bərabərdir pi böl cüt dərəcə olduğuna görə yenə pi böl modulu a. Yəni sinusla kosinusun təkrar cüt dövrləri eyni olur. Burada pi bölünsün a-nın yerində 3 durur. Pi böl 3. O da olacaq y bəndi 4-də. 5-ci suala baxıram. 5-ci sualda bizə deyir ki, b-nin hansı qiymətində 3 pi böl 2 parçasında bu sinus x bərabər 0 üstəgəl 0.5 üstəgəl 1. Birinci baxaq sinus x-in qiymətlərini. Sinus x 3 pi bölgə 2 pi arasındakı qiymətləri burada parça şəklində verir. 3 pi bölgə 2-də olacaq mənfi 1, 2 pi-də də 0 alır. Bu aralıqda qiymət alır. Yəni sinus x mənfi 1-dən böyük bərabər, kiçikdə 0-dan bu aralıqda olur bu parçada. İndi bizə də sinus x-i verib ki 0.5 üstəgəl b. Yəni mənfi 1-dən böyük bərabərdir 0.5 üstəgəl b. Kiçik bərabər 0-dan. Burada b-nin tapması hər tərəfindən 0.5 çıxıram. Olur mənfi 1.5, kiçik bərabərdir və o da kiçik bərabər mənfi 0.5. Yəni olacaq b variantı. 6-cı sualda bununla eyni tipli sualdır. Bunu da yazıram. Biraz tanış olmayan suallardır. İndi burada deyişik kosinusun. Yəni kosinus x biz bilirik ki, bu parçada pi-də alır mənfi 1 və 3 pi bölü 2-də 0. Mənfi 1 0 almalı olur. Mənfi 1-dən böyük bərabərdir. Kosinus x-in yəni a minus 1 kiçik 0-dan. A-nı tapanda 1 əlavə eləsəm 0-dan böyükdür a. Kiçikdir 1-dən, yəni 0 1 parçası y variantı. Keçirəm 7-ci suala. 7-ci sualda deyir ki, funksiyanın əsas dövrünü tapın. Əsas dövrünü deyəndə yenə sinus burada təkdir. Yəni dərəcə yoxdur deyə tək. Tək olanda da dövr tapılır 2 pi böl modul a ilə. Burada da 2 pi bölünsün. A-nın yerində durur nə? X-in əmsalına baxırıq 3 durur. 2 pi böl 3 o da olacaq a variantı. 7-ci sualda 8-ci suala baxıram. 8-də deyir ki, funksiyanın əsas dövrünü tapın. Yenə t bərabərdir 2 pi böl modul a. Tək olduğunda sinusda kosinusda da 2 pi böl a-dır. Burada da 2 pi bölünsün a-nın yerinə, yəni x-in əmsalına baxılır 4. Bu da pi böl 2, yəni d variantı. 8-də olacaq d variantı. 9-cu suala baxıram. Əsas dövrünü tapın deyir. Deməli, yenə t bərabərdir 2 pi böl modul a ilə hesablayacaq tək olanda. Bu da 2 pi bölünsün x-in əmsalına baxırıq 5-də 1. Bu deyir 10 pi. Yəni E variantı. O şəkildə tapılır. Hamısını yazdım ki, tam başa düşəsiz bu əsas dövrün tapılmasın. İndi funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu deyəndə, deməli yazıram bura sinus x-la kosinus x-in qiymətlər çoxluğu mənfi 1 1-dir. Sonra sinus kvadratı x-la da kosinus kvadratı x-in yenə qiymətlər çoxluğu 0 1-dir. Bu dəfə kvadrat olduğuna görə müsbət qiymətləri götürürük. İndi yazıram. Deməli, bizə deyir ki, y bərabərdir 3 sinus kvadratı x plus 2-nin qiymətlər çoxluğundan 3 vurulsun. Sinus kvadratının dediyi 0 1 aralığıdır. Üstəgəl 2. 3-ə vuranda eləyir 0 3 aralığı, üstə 2. Üstə 2 gəndə olur 2 ilə 5 aralığı. 2-5-də olacaq D variantı. 10-cu sualda D variantını da yazdıq. İndi keçirəm 11-ci suala. 11-ci suala deyir ki, funksiyanın qiymətləri çoxluğunu tapın. Bunu da eyni qayda ilə hesablayacağıq. 12-ci suala baxırıq. 12-də deyir ki, funksiyanın qiymətləri çoxluğundan baxın. Bu sinus x plus pi 4, 2x, 5x, 10x fərqi yoxdur. Demiş ki, sinusun qiymətləri çoxluğu mənfi 1 1 aralığı. Ona görə 5-i vuracaq mənfi 1 1-ə. Bu da eləyəcək mənfi 5 və 5 aralığı. Bu şəkildə yəni B variantı. 13 də bununla eynidir. Dediyim ki, burada istəyir milyon x yazsan, yenə də x-a baxmırıq. Əsas baxırıq sinusa, kosinusa. İndi deyir ki, a-nın hansı ən kiçik qiymətində 3 sinus 4x çıx. Burada sinus 4x-i tapıram. Sinus 4x bərabərdir a minus 8 bölü 3. Deməli, bizim sinusumuz oldu. Bu şəkildə qiymətli oldu. A minus 8 bölü 3. Biz də bilirik ki, sinusun qiymətləri çoxluğu mənfi 1-dən böyük, kiçik olmalıdır 1-dən. Hər tərəfini 3-ə vursa, mənfi 3-dən böyükdür a çıx 8, kiçikdir 3-dən. Hər tərəfinə 8 əlavə verəsən, 5-dən böyükdür a, kiçikdir 11-dən. Deməli, 5 11 arası a-nın hansı ən kiçik qiymətlərinə görə 5-i götürəcək. 14-də də olacaq y variantı. 15-ci sual baxıram, 16-ya yazıram. Bu dəfə dəyişləyək. Dedik sinusda, kosinusda da təyin oblasında nə yazar yazsan, qiymətlər oblasında mənfi 1 1-də. Yəni bu da eyni zamanda 15-də o qaydadır. Keçirəm 17-ci sual. Deyir ki, qrafiklərin hansı koordinat başlanğıcından keçir? Sinusun qrafiki koordinat başlanğıcından keçir. 18-ci sualda funksiyanın qiymətlər çoxluğunu tapın yazıram. 18-i y bərabərdir 2 çıxılsın 5 vur. Sinusun qiymətlər çoxluğu mənfi 1 1 aralığındadır. Bu da 2 çıxılsın 2 çıxılsın mənfi 5 5 aralığı. Deməli, 2-dən mənfi 5 çıxanda 7 olur. 2-dən 5 çıxanda mənfi 3 olur. Mənfi 3 7. Bu da eləyir A bəndi. Bu şəkildə. İndi deməli 19-da eyni tipli sualda 20-də hansı rübdə sinus və kosinus funksiyanı hər ikisi azalandı. Bunu yenə sevrəyənə də göstərmişdim. Deməli bir dəqiqə, çevrəni yaxşı çəkəməyəcəm, yaxşı sənə çək. Deməli, bu çevrədir. Demişik ki, x oxu, sinus oxudur. Daha doğrusu kosinus oxu. Y oxu da sinus oxudur. İndi baxırıq. Deyir ki, bu da bilir ki, bura 1 olsun, bura da 1, bura mənfi 1, bura da mənfi 1. İndi baxaq. Hansı sinus və kosinusun hər ikisi azalandır. Baxıram, birinci rübdən, biz demişik, çevrədə sadə əqrəbi əks istiqamətə gedir. Belə gedirəm bura qədər. Yəni, birdən, bu getdiyim yerə baxsaq, x oxuna baxın. Birdən qiymət evi getdikcə azalır. Deməli, kosinus azalır.
Sonra y-ə baxıram. 1-dən görürsüz gedir yuxarıya. Bu bir başlanğıcı, bu y-in 0 nöqtəsində. 1-ə doğru getdikcə baxır y-in qiymətləri artır. Burada deməli kosinus azalan, sinus artan. Birinci rübdə. Belə yazaq da. Sinus artan plus yazaq, kosinus azalansa mənfi yazaq. İndi keçirəm ikinci rüb. İkinci rübdə gəlirəm bu istiqamətdə yəni. Buradan aşağıya doğru gəldikcə. Aşağıya gəlirəmsə deməli bu hissədə, yəni 1 nöqtəsindən aşağıya doğru gələndə deməli 1-dən gəlirəm 0-a doğru. Deməli sinus azalır. Sinus azalır. Sonra buradan bura qədər gələndə baxın 0-dan x oxu da gəlir mənfiyə doğru. Yəni kosinus da azalır. Bizdə də hər ikisinin azalan olduğunu soruşurdu. Olacaq ikinci rüb D variantı 20-ci sualda. Keçirim 21-ci suala. Deyir, hər ikisi artandır. İndi biz 2 rübə baxmışıq. Keçək 3-cü rübə baxaq. 3-cü rübdə də buradan -1-dən gəlirəm digər -1-ə baxın. Bu -1-dən -1-ə, digər -1-ə gələn kimi baxıram ki, x oxu burada da yerini dəyişir. Bax, bu -1 nöqtəsində x-imiz 0-dır. X elə bir -1-dən gəlib 0-a. Deməli kosinusumuz artan olur. Digər tərəfdən bu -1-dən bu -1-ə gələnə qədər baxıram ki, y oxu elə bir 0-dan gəlib -1-ə. 0-dan -1-ə gəlsə, deməli sinus azalır. Sinus azalır. Keçirim 4-cü rübə baxıram. 4-cü rübdə də gəlirəm bu -dən digər müsbət 1-ə. -dən müsbətə gəldim. İndi baxın, buradan bura gəldikcə x oxuna fikir versək, x oxu artıb, kosinusumuz artıb. Y oxuna baxsaq, y oxu deyil, -1-dən gəlibsə bu 1 nöqtəsində. Bu 1 nöqtəsində y 0-dır. Elə bil y də -1-dən 0-a gəlib, deməli bu da artıb. Deməli, ikinci rübdə hər ikisi azalan olur. Bunu yadda saxlamaq lazım. Dördüncü rübdə hər ikisi artan olur. Yəni yaddan çıxsa da bu şəkildə araşdırmaq lazımdır. C variantı. Deməli, birinci rübdə də sinus artan, kosinus azalan, üçüncü rübdə də kosinus artan, sinus azalandır. 22-ci suala baxıram. 22-ci sualda da deməli 22-ci sualda deyir ki, sin x kosin x olarsa bu cəmi tapılır. Birinci nə edirəm? Fx. Fx olsa verilir. F mənfi x tapıram. F mənfi x bərabərdir. Yəni sinusun kosinusunu yerinə mənfi yazsam. Sinus mənfi x vurulsun kosinus mənfi x. O da bərabər. Sinus mənfi x də tək funksiya yolunda mənfi çıxır qarşıya. Amma kosinus x də mənfi odur. Olur kosinus x. İndi bunların cəmi, yəni fx-in yəni yazıram sinus x kosinus x. İşte gəl f mənfi x-in yəni yazıram mənfi sinus x kosinus x. Bu cəmdə bizə 0 verəcək. Olacaq B variantı. 23-cü suala baxıram. Eynisini burada da tətbiq ediblər. Bunu da siz özünüz tətbiq edirsiniz. Keçirəm 24-cü suala. 24-də nə deyir? Deyir ki, 24-də sinus mənfi alfa. Deməli, biz bilirik ki, sinus tək funksiyadır. Mənfini atır qarşıya sinus alfa bərabər mənfi sinus alfa verilir. Burada da bu mənfinin modula görə udur. Olur sinus alfa, sinus alfa. Bərabərdir mənfi sinus alfa. Baxırıq elə. Moduldan əksi çıxır. Moduldan əksi çıxsa deməli sinus mənfi olmalıdır. Sinusun da mənfi olduğu rüblərimiz, deməli hansı rüblərdir? 3-cü və 4-cü rüb A variantı. Baxıram 26-cı suala bərabərdə hansı doğru ola bilməz? Deməli, burada kosinus 0,5 1 ilə -1 arasında da ola bilər. Kök 3 bölü 4 burada 0 tam nə qədər eləyir? Kök 3-dən 1 tam nə qədər? Onda 4-ə böləndə 0 tam neçə bu da ola bilər. Kök 5 bölü 2 kök 5-dən 2 tam neçə çıxır? 12 bölü 1 tam neçə olur? Bu ola bilməz. Bu da yenə kök 5-dən 2 tam neçə? Onun 4 çıxanda -1 tam təqribən -1 tam neçə eləyir? Onu da ola bilməz. Onca 1 ilə 3 A variantı. Deyir alfa 3-cü rübə aiddirsə kosinus alfa çıxır, kosinus deməli kosinus alfa çıxılsın, kosinus alfa modulda. 3-cü rübdə kosinus müsbətdir. Müsbətdirsə deməli moduldan mənfi çıxacaq. O ki olacaq plus kosinus alfa. Bu da edir 2 kosinus alfa. 2 kosinus alfa yəni Y variantı 27-də. Deməli 27 oldu Y variantı. Keçirəm 28 də bundan indi 29-da. D funksiyaların hansının dövrü var? Olacaq 29-da Y bəndi sinus 3x bölü 2. 30-31-ci suala baxıram. Deməli baxaq 30 və 31-ci suala. 30-cu suala baxıram. D funksiyanın qiymətlər çoxluğunu tapın. Bunu ya sinusa ya da kosinusa gətirməliyik. 3 sinus kvadratı x üstə gəlir 7 vurulsun kosinus kvadratı x. Yəni yazıram 1 çıxılsın sinus kvadratı x. O da bərabərdir 3 sinus kvadratı x üstə gəlsin 7 çıxılsın 7 sinus kvadratı x. Bu da bizə verir deməli -4 sinus kvadratı x plus 7. Bunun da qiymətlər çoxluğu -4 vurulsun. Sinus kvadratının qiymətlər çoxluğu 0,1 aralığı üstə gəlir 7. -4-də 0,1 aralığında vuranda olur. -4 0 aralığı üstə 7 gəlsək olacaq deməli 3 7 aralığı yəni B variantı 30-da. 31 də bundan eyni sualdır. Keçirəm 32-ci suala. 32-33 tip suala. Bunlardan eynirik. Bu tiplərdə hər tərəfin kvadratı yüksəldirəm. Deməli kvadratı yüksəlsin. Olur sinusun kvadratı alfa, üstə gəlsin kosinusun kvadratı alfa, üstə gəlir 2 sinus alfa vur kosinus alfa bərabərdir 2. Buradan da bu işte bizə 1 verir. Onda 2 sinus alfa vur kosinus alfa bərabərdir 2-dən 1 çıxanda 1. Və bu da bizə sinus 2 alfanı verir. Sinus 2 alfa 1-dir. Onda 2 alfa, deməli sinus 2 alfa 1-dir. Deməli 2 alfa 90 dərəcəyə bərabərdir və alfa da bərabərdir 45 dərəcəyə. Deməli alfa hansı rübün bucağı olacaq? Birinci rübün bucağı olacaq. 32-də C variantı. Keçirəm 34-cü suala. Deməli 34-də deyir ki, beta 4-cü rübün bucağı olarsa sinus beta yazıram. Deməli 4-cü rübdürsə 4-cü rübdə nə olurdu? Sinus necədir? Mənfidir və kosinus da müsbətdir. Onda sinus beta 4-cü rübdə moduldan mənfidən əksi çıxır. Ona görə sinus beta olur. Vurulsun kosinus beta. Üstə gəl kosinus beta olduğu kimi çıxır və bu da bizə 0 verir. 0-da nəyə vursaq da 0 verəcək. Y bəndə 34-də. 35-də eyni sualda keçirəm 36-cı tipli suala. Deyir funksiyanın qiymətlər çoxluğunu tapın. Yazıram y bərabərdir kök altında 5 çıxılsın. Sinus x-in yəni yazıram -1 1. Yəni y bərabərdir 5 çıxılsın. Belə yazaq da bunu. Bunu olduğu kimi yazıram. 5 çıxılsın sinus x. Sinusun qiymətlər oblası -1 1-dir. Bir dəfə -1 versəm y bərabərdir 5 çıxılsın -1. Bu da eləyəcək kök altı. Bir dəfə də müsbət 1 versəm 5 çıx 1 bu da eləyir 2. Deməli oldu qiymətlərimiz 2 və kök 6 aralığı. Uz nöqtələrini tapdıq A variantı. 38-ci suala baxıram.
38-ci sual deyir, ədədlərini müqayisə edin. Kosinus 4. Kosinus 4 nədir? Deməli, A bərabərdir kosinus 4. Bu radiandır. Kosinus 4 vurulsun 57. Bu deyəcək ki, 4 dəfə 7, 28, 228. Kosinus 228. 228 deməli 3-cü rübə bucağı. Deməli, burada mənfidir qiymət. A mənfidir. B bərabərdir kosinus 4 dərəcə. Bu da 1-ci rübə bucağı müsbətdir. C bərabər 0. Deməli, B C-dən böyük olacaq 0-dan. 0-dan nədən böyük olacaq? Mənfidən. B, C, A, C variantı 38-ci sualda. Keçirəm. 39 işini müqayisəyə keçirəm 40-cı suala. 40-cı sualda da deyir funksiyanın qiymətlər çoxluğunu tapın. Yazıram. Y bərabərdir kosinus x üstə gəlsin sinus x vurulsun. Kotangens x yazıram. Kosinus x böl sinus x kimi. Bunlar gedir qalır 2 kosinus x. 2 kosinus x. Bunun da qiymətlər çoxluğu 2 vurulsun. Kosinus x-də mənfi 1 olduğu üçün olacaq mənfi 2 2. Yəni y variantı. Bu da 40-cı sualda olduğu y deməli 40-da. Bir dəqiqə. Deməli aslında burada diqqət etmək lazımdır. Burada çünki kotangens x var. Kotangensin deməli bunu silirəm. Bura kimi gəldi. Burada mənfi 1 ilə 1-i almayacaq. Niyə almayacaq? Çünki kosinusun dedik qiymətlər çoxluğu mənfi 1. Kosinus mənfi 1 olanda biz bilirik kosinus mənfi 1 ilə 1-i alır 0-da bir də pi-dir. O zaman həmin qiymətdə sinus 0 olur. Sinus da məxrəcə düşünə görə, yəni burada kotangens olanlarda biraz ehtiyat etmək lazımdır. Diqqətli olmaq lazımdır. Deməli burada sinus məxrəcdə olduğuna görə baxırıq ki, hər ikisində yəni arqumenti x-da məxrəcdə olduğuna görə məxrəcdə 0 ola bilməz. Ona görə mənfi 1 1-i almayacaq. O da deyəcək mənfi 2 2 alır. 41-də yazaq. Y bərabərdir sinus x üstə gəlsin kosinus x vurulsun tan x-in də yenə yazıram. Sinus x böl kosinus x. Burada x tərəf apardıq və x tərəf aparanda da diqqətli olmaq lazımdır. Sinus x. Bu da elədi 2 dənə sinus x. İndi baxın sinus x-in qiymətlər oblastığı necədir? Mənfi 1 1-dir. Amma mənfi 1 1-də sinus mənfi 1 1 alır pi böl 2. 3 pi böl 2-də həmin pi böl 2 3 pi böl 2-də də kosinusumuz bizim 0-a çevrildiyi üçün ona görə bunu mənfi 1 1 yazıram. O da eləyir yenə mənfi 2 2. Yəni B variantı 41-də də. Keçirəm 45-ə, 42 43-ə. Deməli 42 tipli sualları dedik necə yazarıq? Qiymətlər çoxluğunu tapmaq üçün y bərabərdir a sinus x üstə gəlir b kosinus x. Bunun qiymətlər çoxluğu olur mənfi kök altda a kvadratı plus b kvadratı, bir də elə a kvadrat üstə gəlir b kvadrat. Bu şəkildə. İndi bu 42-ci sualı tapsam yazıram kök altda mənfi kök altda 5-in kvadratı plus 12-nin kvadratı, bir də elə kök altda 5-in kvadratı plus 12-nin kvadratı. Bu da bizə nə verir? Mənfi 13, bir də müsbət 13. Bu şəkildə. Yəni E variantı. 44-cü suala baxıram. Deməli, baxaq 44-cü suala. Deyir sinus 1, sinus 2 və kosinus 87. Ədədlərini müqayisə edin. Deməli, sinus 1-ci, sinus 1-də 2-də 1-ci rübün bucağıdır. 1-ci rübdə də artan funksiyada ona görə bax, burada bir dənə a bərabərdir sinus 1 dərəcə, b bərabərdir sinus 2 dərəcə və c bərabərdir kosinus 87-ni biz yaza bilərik ki, kosinus 90 dərəcə sıx 3 kimi və 90 dərəcədə və 90-dan 270-də ad dəyişirdi, kosinus oldu sinus, oldu 3 dərəcə ad dəyişdi və 90 sıx 3-də 1-ci rübə düşdüyünə görə 1-ci rübdə də kosinus müsbətdir deyə elə burada da işarə müsbət qaldı. Və oldu sinus 1, sinus 2, sinus 3. Biz də bilirik ki, 1-ci rübdə sinus artan funksiya olduğuna görə a kiçikdir b, kiçikdir yəni c. Bucaq artdıqca sinusun qiyməti artır. C böyükdür b-dən, o da böyükdür a-dan. Yəni D variantı. Keçirəm 45-ci sualı. 45-i də yazacağam. 45-də də a-mız kosinus 1 dərəcə. B-miz kosinus 2 dərəcə, C-miz sinus 87. Sinus 87 dərəcəni mən yazıram ki, sinus 90-3 dərəcə kimi. 90-3 dərəcə. Bu da bizə verir ki, sinus 90-3 dərəcədə olacaq ad dəyişir, kosinus 3 dərəcə. Birinci rübə düşünə görə müsbət olacaq. Və burada da kosinus 1, kosinus 2, kosinus 3 və kosinus 1-ci rübdə alan olduğuna görə, ona görə A böyükdür B-dən, o da böyükdür C-dən. A böyükdür B-dən, o da böyükdür C-dən B variantı 45-də. 45-də də oldu B. Getirəm 46-cı suala. Yazaq 46-na. Deməli, burada yazıram. Bərabərdir 46-cı sualda. 8 bölünsün 1 üstə gəl. Modul sinus x-in yəni yazıram ki, deməli 0, 1. Çünki modul sinusun qiymətlər çoxluğu 0, 1-dir. Bu da 8 bölünsün 1, 2. 8-i 1-ə bölünür 8, 8-i 2-yə bölünür 4. Bu da 4, 8, C variantı. Keçirim 48-ci suala. 48-ci sual biraz maraqlı sual deyil. A, B, qamma, alfa, beta, qamma, iti bucaqlar. İti bucaqlar deməli, bu bucaqlar birinci rüb bucaqlardır. Birinci rüb bucaqlar. Deməli, sonra deyək ki, 3-də 1, kosinus alfa 3-də 1, kosinus beta 5-də 1, kosinus qamma 2-də 1. Biz də bilirik ki, 2-də 1 böyükdür 3-də 1-dən, böyükdür 5-də 1-dən. Yəni, kosinus qamma böyükdür kosinus alfadan, o da böyükdür kosinus betadan. Burada deməli, bu alfa, beta, qamma birinci rübə bucaqları. Burada bizə deyir ki, bu bucaqları müqayisə edin. Biz bilirdik ki, birinci rübdə kosinus azalandır. Azalanırsa, demişdik, bucağı kiçik olan daha böyük olur. Deməli, bu bucağı kiçik, ən kiçik qammadır, alfadır, betadır. Onda qamma kiçikdir, alfa kiçikdir, beta olur. Çünki bucağı kiçik olan böyük olurdu, azalan olduğuna görə. Bu da eləyəcək hansı bənd? Beta, alfa, qamma, D variantı. 48 oldu. Sonra keçirəm 49-cu suala. 49-cu sualda da yenə burada qiymətlər çoxluğuna görə modul işarəsini təyin edək. Kosinus alfa mənfi 1 1-dir. Mənfi 1-lə 1-i qoysaq birinci modul müsbətdir. İkinci modul yenə mənfi 1 1, yenə müsbətdir. Ona görə hər iki modulu olduğu kimi asacağam. 1 plus kosinus alfa üstə gəlsin 1 minus kosinus alfa. Buradan bunlar islah olunur, qalır 2. Yəni D. Deməli, funksiyanın qiymətlər çoxluğunu deyir. 50-ci sualda burada nə edərəm? Bunu tam kvadrata gətirirəm. Yazıram kosinus x çıx 2-də 1-in kvadratı. Aşağıda verir kosinus kvadratı. Kosinus x çıx 4-də 1 yazıram ki, islah olunsun.
Bilirik ki, kosinus x-in deməli, qiymətlər olası mənfi 1, 1-dir. Bundan çıxıram 2-də 1, kvadratı çıxır 4-də 1. Və bu da mənfi 1-dən 2-də 1 çıxanda olur mənfi 2-də 3, mənfi 2-də 3 və 1-dən 2-də 1 çıxanda 2-də 1-in kvadratı çıxır 4-də 1. Və burada da mənfi 2-də 3-ün kvadratı olacaq. Deməli, kvadratik yüksəldən də ən kiçik aralığımız olur 0, 0 və 4-də 9. 0 və 4-də 9. Çünki ortada 0 da var, axı mənfi 2 ilə 2-də 1 arasında 0 da var və ona görə uzun nöqtə eşimiz 0, 4-də 9. Çıxılsın 4-də 1. 0-dan 4-də 1 çıxanda mənfi 4-də 1 və 4-də 9-dan 4-də 1 çıxanda 4-də 8, o da 2. Olacaq A variantı. 51-ci suala baxaq. 51-ci sualda da fx bərabərdir. Nə edirik burada? Burada hər tərəfdən sinus 3x vur kosinus 3x-in mörtəzi xaricdən çıxarsan. Qalır birincidə sinus kvadratı 3x, üstə gəlsin kosinus kvadratı 3x. Bərabərdir. Bu da bizə verir 1-i. Ona görə o yazılır. Aldıq ki, sinus 3x vurulsun kosinus 3x. Deməli, sinus 3x vur kosinus 3x. Bu da bərabərdir. Bunu da yazıram. 2-də 2 sinus. Sürət məxrəcini 2-yə vururam. Kosinus 3x. Bu da bərabərdir. 2-də sürət bizə verir nəyi? Sinus 6x. Sinus 2x-in üstünə əsasən sinus 6x. Bunun da bizdən nəyi istəyir? Əsas dövrün. Əsas dövrü t bərabərdir. Dərəcə tək olanda olurdu 2pi böl modula. O da bərabərdir. 2pi baxırıq x-dən misal 6-ya. O da gələcək pi böl 3. Yəni D variantı. Baxıram əlikin soruya funksiya ala biləcək nöqtənin qiymətlərini zəmin tapın. Bunun qiymətlər oblasını tapılır. Qiymətlər oblasını tapanda bayaq dediyimiz kimi, deməli olacaq mənfi kökatlar. 3-ün kvadratı üstə gəlir 2-nin kvadratı. Bir də kökatlar 3-ün kvadratı plus 2-nin kvadratı. Bu da demək olur, qiymətlər oblasında olur. Nə? Bunun da qiymətlər oblasında mənfi kök 13 və kök 13. Bu şəkildə. Bizə deyir ki, ala biləcəyi nöqtə qiymətlərini sayını tapın. Ala biləcəyi nöqtə qiymətlər 1-dir, 2-dir, 3-dür. Çünki kök 13-dən 3-dən neçə çıxır? Ona görə 1, 2, 3. Bunların da cəmi bizə verir 6-nı. Baxıram 53-cü suala. 53-cü sualda deyir ki, bərabərdə hansı doğru ola bilməz? Baxaq buna. Deməli, hansı doğru ola bilməz? Birə baxaq. 1 bölünsün kosinus 10 dərəcə. Hansı doğru ola bilməz? Sinus alfa bərabərdir 1 bölünsün kosinus 10. Kosinus 10 təxminən 0-dan neçədir? Biri də 0-dan neçəyə baranda qiymət böyüyür. Yəni sinus alfa yazaq. Sinus alfa bərabərdir 1 bölünsün. Kosinus 10-da 0-dan məsəl üçün deyirəm 10-da 1 olsa, bunu böləndə 10 edir. Sinus alfa da 10-a bərabər ola bilməz. Deməli, birinci doğru deyil. Keçirim ikinciyə. İkincidə deyir ki, sinus alfa bərabərdir m. Burada m-ə qiymət verir. 0-dan böyükdür deyə, məsəl üçün olsun 1-i 2, bu da 2 olsun. Bərabər qiymət verdim. Sinus alfa bərabərdir 2 bölünsün 2 plus 2. Bu deyir 4-də 2. Yəni 2-də 1. Bu ola bilər. 2-ni atdıq. Ola bilər. Sonra baxaq. Deməli 1 ola bilməz, 2 ola bilər. 3-ə baxıram. 4-cü dərəcədən 82 çıx 4. Bu da bərabər. 4-cü dərəcədən 82 çıxılsın. Kosinusda 4-cü dərəcədən 16, 256. Bu da mənfi eləyir. Və yaxud da belə baxaq. 4-cü dərəcədən 84-dən neçə çıxar təxmini? 3 tam nə qədər? Yəni 3 tam onda 1 çıx 4. Bu da mənfi 0 tam onda 7. Deməli bu da ola bilər. Ola bilər. Bizə ola bilməzlər. Daha doğrusu ola bilər bu da. Bunu da tap. 4-cüyə baxıram. M-ə bərabərdir 1. Hasili 1-dirsə, məsəl üçün m də 1 olar, n də 1 olar. Onda bunların cəmi 2 verir. Sinus alfa 2-yə bərabər olmaz. 4 ola bilməz. Sonra 5-ciyə baxıram. 5-cidə çarpaz vursam, kosinus alfa vurulsun sinus alfa bərabərdir 0.6-ya. Buradan da hər tərəfini 2-yə vursam, 2 sinus alfa vur kosinus alfa bərabərdir 1.2. Və sinus 2 alfa bərabərdir 1.2. Deməli, sinus alfa 1.2 bərabər ola bilməz. 1, 4, 5 deyə variant. Hələ 4-cü suala baxıram. Deməli, deyir ki, funksiyanın qiymətlər çoxluğuna daxilən ən böyükləri tapın. Bunda yenə qiymətlər çoxluğu 5-in kvadratına 12-in kvadratı, mənfi 13 və 13-dür. Qiymətlər çoxluğuna daxilən ən böyükləri olacaq 13. 55-ci suala baxıram, deyir. Baxıram 55-ci suala deyir, bərabərliyi ödənə. Kvadratik yüksəldirəm 1 üstə gəlsin 2a plus a kvadratı bərabərdir 1 plus a vur sinus x-ə. Buradan da birlər islah olunur. A-nı çıxarsam 2 plus a bərabərdir a sinus x-ə. Buradan da bir tərəfə yığsam a vurulsun 2 plus a, çıxılsın a vurulsun sinus x bərabərdir 0-a. A-nı mörtəzi xaricdən çıxarsam 2 plus a çıx sinus x bərabərdir 0-a. Və buradan da a olur 0. Bir də bu hissəni 0 etsəm sinus x bərabərdir a plus 2. Bizə bilir ki, sinusun qiymətlər oblasında mənfi 1 aralığında olduğuna görə mənfi 3 kiçikdir a, kiçikdir mənfi 1 olur. Və qiymətləri olacaq mənfi 3, mənfi 2, mənfi 1, bir də burada 0 almışıq 4 dənə. 56-cı suala baxıram. 56-cı sualda da nədir? Deyir ki, sinus alfa plus kosinus alfanı tapın. Birinci sinusun qiymətlər oblasti mənfi 1, 1-dir. Yerinə yazdıq, işarəsi mənfi olacaq. İkinci modulda da sinusun qiymətlər oblasti mənfi 1, müsbət 1-dir. Yerinə yazdıq, ikinci modulda müsbət olacaq. Birinci əksinə çıxır moduldan 5 çıxılsın kosinus alfa. Üstə gəlsin, ikinci də olduğu kimi çıxır 3 çıx sinus alfa bərabərdir 7-yə. Burada da 8 çıx 7, 1 bərabərdir sinus alfa plus kosinus alfaya. O da eləyir elə 1.
Sonra baxıram 57-ci suala. 57-ci sualda da aferin sistemdə funksiyanın əsas dövrü deməli pi bölü 5 olar. Bilirik ki, tək olanda 2 pi bölünsün modul a yazırdıq. O da bərabərdir pi bölü 5 olar deyir. Burada pi'lər ixtisar edir. Qalır 2 bölünsün. A-nın yerinə, modul A-nın yerinə a kvadratı çıx 15 bərabərdir 1 bölü 5-ə. Çarpaz vursaq, modul A kvadratı çıx 15 bərabərdir 10-a. Bir dəfə olduğu kimi açsam, A kvadratı çıx 15 bərabərdir 10 kimi yazsam, A bərabər olur müsbət mənfi 5-ə. Bir dəfə də A kvadratı çıx 15 bərabərdir mənfi 10 yazsaq, A kvadrat bərabərdir 5-ə, A da bərabərdir müsbət mənfi kök 5-ə. Və bizə də nə deyir? Deyir ki, A-nın neçə təqaməli əsas dövrü pi böl 5 olar. Yəni 2 qiymət burada, 2 qiymət burada olacaq 4 qiyməti. Keçirəm 59-cu suala. 59-cu sualda da deyir uyğunluğu müəyyən edin. Burada nə deyir? Əsas dövrlərini soruşur. Sinusun dərəcəsinə baxırıq. Dərəcə tək olanda t bərabərdir. Olurdu 2 pi böl a. A-nın yerində də 3 durur. Dərəcə cüt olanda t bərabərdir. Pi böl A-nın yerində 1 durur, bu da pi. Yenə dərəcə cüt olanda kosinusda da sinus kimidir. Olacaq pi böl 3. Birinciyə 2 pi böl 3 oldu Y variantı. 2-yə pi olduğuna görə olacaq A variantı. 3-ə də pi böl 3 olduğuna görə olacaq B variantı. Deməli, oldu YAB. Keçirəm digərinə. 60 da bundan eynidir, yazmıram. 61-ci suala baxıram. İfadənin ən böyük qiymətlər çoxluğuna baxaq. 2 vurulsun. Sinus 3x-in qiymətlər olası mənfi 1, 1. Bu da eləyir elə mənfi 2, 2. Sonra 3 vurulsun. Sinus kvadratı olduğuna görə 0, 1 aralığıdır. Buna vuranda 0, 3 olur. 0, 3 olur. Sinus modulda sinus x-dir. Sinus mənfi 1, 1-dir. Modul olduğuna görə 0, 1 olacaq qiymətlər olası. Ən böyük qiymət 1-ə bərabərdir. Ən böyük qiymət elə A bəndindədir. Deməli, 3-ə A uyğun gəlir. 3-ə A. Qiymətlər çoxluğu 0, 3-dür. 2-ə B. Və qiymətlər çoxluğu mənfi 2, 2-dir. Buna da C uyğun gəlir. Digər ikisi heç birinə uyğun gəlmir. Yaxşı, bu da eynidir. Keçirəm 63-cü suala. Deyir, funksiyalar üçün uyğunluğu müəyyən edin. Baxaq burada. Əsas dövrü pi-dir. Bu bilirik ki, kotangeslərdir. Düzdür, hələ ki bu mövzuya keçilməyib. İkinci rübdə müsbətdir. İkinci rübdə müsbət olan bilirik ki, sinusdur. Buna da B uyğun gəlir. Üçüncü rübdə artandır. Üçüncü rübdə artan olan hansıdır? Deməli, artma azalma aralığına baxanda demişdik, çevrə çəkirdik. Vahid çevrə, bu kosinus oxudur, bu da sinus oxudur. Və vahid çevrədə bu 1, 0 nöqtəsidir. Bura 0, 1 nöqtəsidir. Bura mənfi 1, 0 nöqtəsidir və bu hissədə 0, mənfi 1 nöqtəsidir. Artma azalma aralığına baxanda, deməli, x bizə kosinusu göstərir, y də bizə sinusu göstərir. Yəni, bu sinus y, bu da kosinus x olsun. Deməli, burada baxırıq ki, birinci rübdə x-ımız 1-dən 0-a dəyişib, deməli, azalıb, yəni kosinus azalıb, sinus 0-dan 1 artıbsa artıb. İkinci rübdə x 0-dan mənfi 1-ə dəyişibsə, deməli kosinus x-ımız azalıb. Y də 1-dən 0-a dəyişibsə, deməli sinus y də azalıb. Üçüncü rübdə mənfi 1-dən 0-a gəlibsə, mənfi 1-dən 0-a baxırıq ki, neyiniyib? X-ımız artıb, yəni kosinus x artıb. Y də 0-dan mənfi 1-ə gəlib, yəni sinus y də azalıb. Dördüncü rübdə də baxsaq, x-ımız 0-dan 1-ə gəlib, deməli kosinus x-ımız artıb və y-imiz mənfi 1-dən 0-a gəlib, yəni sinus y-imiz də artıb. Dördüncü rübdə hər ikisi artandır, ikinci rübdə hər ikisi azalandır, birinci rübdə sinus artan, kosinus azalandır, üçüncü rübdə də kosinus artan, sinus azalandır. İndi burada deyir, üçüncü rübdə artandır, üçüncü rübdə baxırıq hansı artan oldu, kosinus artan oldu, deməli buna da C uyğun gəlir. D variantı deyir, birinci rübdə artandı. Birinci rübdə artan sinusuydu və buna da uyğun gəlir. Üçüncü rübdə müsbətdir. Bu üçüncü rübdə müsbət işarədir. Bunun artma azalma ilə əlaqəsi yoxdur. Müsbət olan hansıdır? Kotangesdir. Çünki sinusu kosinusa böləndə kotanges eləyir və üçüncü rübdə həm sinus, həm kosinus mənfi olduğuna görə nisbəti müsbət olacaq. Bu da Y uyğun gəlir. 64 eynidir, baxmıram. 65-ci suala baxıram. 65-də. Deyir, qiymətlər çoxluğu. Qiymətlər çoxluğunu tapın deyəndə bunu yazıram. 2-də 1, 2-də 1 sinus, 6x kimi yazıram. 2-də 1 sinus 6x kimi. Bunun da qiymətlər çoxluğu deyəndə 2-də 1 vurulsun. Sinusun yerinə mənfi 1, 1 yazsaq, bu deyir mənfi 2-də 1 və 2-də 1. Bu da hansı bəndə uyğun gəlir? Y bəndə uyğun gəlir. Keçirəm ikinci. İkincidə bunu da yazırıq. Kosinus 4x kimi. Kosinus 4x deməkdir. Kosinusun da qiymətlər oblastı ilə mənfi 1, 1-dir. Buna da uyğun gəlir D bəndi. Üçüncüyə baxıram. Üçüncünün də qiymətlər çoxluğunu tapanda mənfi kök altında A kvadratı plus B var. Yəni 1 üstəgəl kök üçün kvadratı, bir də kök altında 1 üstəgəl kök üçün kvadratı. Bu şəkildə bu da eləyir mənfi 2 və 2 aralığı. Bu da uyğun gələcək B, yəni YDB. Deməli, bu da oldu 65-ci sual.
Keçirəm 67-ci suala. 67-də nədir? Uyğunluğu müəyyən edin deyir. Birinci baxıram buradan. 2 alfa 90-dırsa, onda alfa buradan 45-dir. Alfa 45-dirsə, bu da 3-ə uyğun gəlir. Çünki 45 dərəcə kök 2 bölgüdür. Sonra deyir ki, A ilə qonşu olan bucaq, alfa ilə qonşu olan bucaq alfadan 3 dəfə böyükdür. 45-in qonşusu 135-dir. Bilirik ki, 135 45-dən 3 dəfə böyükdür. Yəni bunu həm də B uyğun gəldi. Keçirim C bəndə. Kosinus alfa müsbət mənfi 6-dır. Birinci baxaq bu sinusu verir. Sinus verirsə kosinusunu necə taparıq? Kosinus kvadratı alfa plus sinus kvadratı alfa bərabərdir 1-ə. Buradan da sinusun qiyməti yenə qoysam, kosinus kvadratı alfa üstə gələnsin. 5-də 4-ün kvadratı bərabərdir 1-ə. Buradan da kosinus kvadratı alfa bərabərdir 25-də 16, 1-də 25-də 6, 25-də 9. Kosinus alfa da bərabərdir müsbət mənfi 10-da 6-ya. Bu da uyğun gəldi C variantı. İkincini tapsam, yenə kosinus kvadratı alfa üstə gəl bu düsturda yenə yazsam. Sinus alfa yenə 5-də 3 yazsam, 25-də 9 bərabərdir 1-ə. Buradan da kosinus kvadratı alfa bərabərdir bu ikinci ilə. 25-də 16-ya. Bu da kosinus alfa bərabərdir müsbət mənfi 10-da 8-ə. Müsbət mənfi 10-da 8 Y variantı. Bu da oldu C, Y, A, B. 67-ci sualdır. Keçirəm 68-ci suala. 68-ci suala. 68-ci sualda qrafikdə qura bilərəm. Qrafikdə dərsdə qurmuşdum deyə. Burada necə yazacaq? Deməli, deyir y bərabər 1 düz xətdir. Fx bərabər sinus qrafik kəşmə nöqtəsi. Deməli, yazıram ki, bunun kəşmə nöqtəsini tapanda sinus x bərabərdir 1-ə. Y-lərini bərabər edirəm. Buradan x olur pi bölü 2. Baxıram ki, bu pi bölü 2 bu aralığa düşür. Sonra, kosinus x ilə kəşmə nöqtəsi. Kosinus x də bərabərdir. Kəşmə nöqtəsi deyəndə bərabər 1-ə. X də bərabər olur. 1-i alır 0-da, bir də 1-i alır 2 pi-də. İndi baxıram. 0 bizim aralığımıza düşmür. Bu kənar kökdə düşür 2 pi. Və bizə də deyir ki, A və B nöqtəsi məsafəni tapın. Yəni 2 pi. Bu B nöqtəsidir. Bu da A nöqtəsidir. Yəni 2 pi çıx pi bölü 2 olacaq 3 pi bölü 2. Bu şəkildə. Sonra nə deyir bizə? Deyir ki, 69 da bundan eyni sualda getdim. 70-ə baxıram. Deyir, sinus x mənfi pi 2 pi aralığında ən böyük qiymətini A, ən kiçik qiymət B nöqtəsində alırsam, üçbucağın sahəsini tapın. İndi baxaq. Deməli, ən böyük qiymətini alır. Deməli, sinus x ən böyük qiymətini alır 1-də. 1-də alır, yəni yazıram. Sinus x-in ən böyük qiyməti 1-dir. X də olur pi bölü 2. 1 alır pi bölü 2, yəni 90. 90 dərəcə bu aralığa düşür. Bu oldu bizim A nöqtəmiz. Sonra deyir ki, ən kiçik qiymətini isə B və C nöqtəsində alır. Sinus. Ən kiçik qiymətini alır 1, sinus x alır mənfi 1-də. Mənfi 1-də x olur 1, mənfi pi bölü 2. 1-də bu olsun B nöqtəsi. 1-də sinus x mənfi 1-i alır, x bərabərdir 3 pi bölü 2-də. Bu da olsun B nöqtəmiz. İndi bizdə burada yaranan üçbucağın sahəsini istəyir. Bunun qrafik üzərində bir dənə də quraq. Deməli, bura olsun sinus oxu, bu da olsun kosinus oxu. Burada, deməli, bura pi bölü 2, pi, 3 pi bölü 2 olsun bu nöqtə. Burada mənfi pi bölü 2. Deməli, bu 1 düz xətlidir, 1. Burada mənfi 1 düz xətlidir. İndi bizə deyir ki, pi bölü 2-ni 1-də alır pi bölü 2. Yəni, daha doğrusu, pi bölü 2-də 1 alır. Buradan qeyd edirəm. Pi bölü 2-də 1. Yəni, x-a, bura həm də x, y yazır. X-a pi bölü 2 verəndə y-imiz oldu 1. Bu oldu bizim A nöqtəmiz. Sonra deyir ki, x-a mənfi pi bölü 2 verəndə olur mənfi 1. Mənfi bölü 2 olur mənfi 1. Bu bizim B nöqtəmiz. Digər tərəfdə x-a 3 pi bölü 2 verəndə yenə mənfi 1. Bu da bizim oldu C nöqtəmiz. Bizdə yaranan bu üçbucağın sahəsini istəyir. Bu üçbucağın sahəsini tapmaq üçün oturacağı tapıram, yəni BC-ni. BC məsafəsini tapmaq üçün 3 pi bölü 2-dən çıxıram nəyi? Pi bölü 2-ni. Yəni mənfi pi bölü 2-ni. Bu da eləyir bizdə 2 pi. Mənfi bölü 2-ni çıxanda. Oturacağımız oldu 2 pi. Buradan hündürlük çəkirəm. Hündürlüyü tapmaq üçün, baxın. A-dan Y-də olan məsafəsi 1, B-dən də Y-də olan nöqtəsi mənfi 1. 1 mənfi 1 arasındakı məsafədir. Yəni H-ımız olacaq 2. Onda S-imiz bərabərdir. BC vur H bölü 2 düsturuna hesablayır. BC-imiz 2 pi-dir. Vur 2 bölü 2. Bu da eləyəcək ilə 2 pi. Bu şəkildə. Gəlirəm 72-dən də yazaq. 73 də buna neyini? 72-ni də yazaq. 72-də deyir ki, funksiyaların qrafiklərin kəşmə nöqtəsindən OX oxuna qədər olan məsafəni tapın. Deməli, birinci kəşmə nöqtəsi deyəndə bərabərləşdirirəm. Sinus x bərabərdir kosinus x-də. Bunlar nə zaman bərabərdir? 45 dərəcə, yəni x bərabər 45 dərəcə. X 45 dərəcə olanda gətirib y-i tapıram. Birində yerinə yazıram. Məsələn, sinus 45-də. Olur kök 2 bölü 2. İndi OX kəşmə nöqtəsinin koordinatları x oldu 45 dərəcə, y oldu kök 2 bölü 2. İndi burada da biz bilirik ki, kəşmə nöqtəsinin OX oxuna qədər məsafə ilə y-dir. Onda y-imiz olur kök 2 bölü 2. Bu da belə.